Ölkəmizin ən qədim ali məktəblərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. 96 yaşlı bu qədim təhsil ocağının məzunları müstəqil dövlətimizin möhkəmlənməsində və tərəqqisində yaxından iştirak edirlər. Ümumilli lider Heydər Əliyevin adı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının siyahısına qızıl hərflərlə həkk olunub. Ulu Öndər bu nüfuzlu təhsil müəssisəsindən 1957-ci ildə məzun olub. Hazırda hökumət üzvləri arasında icra orqanlarında, parlamentdə və digər strateji müəssisə və təşkilatlarda Azərbaycan Dövlət İqtisad Universitetinin çoxlu sayda məzunu təmsil olunur. Həmin şəxslərin bəzilərinin adlarını təqdim edirik. Şahin Mustafayev, Azərbaycan Respublikasının Baş nazirinin müavini. Kərəm Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi. Natiq Əmirov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi. Ramin Quluzadə, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri. Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi. Mikayıl Cabbarov, İqtisadiyyat naziri. Ceyhun Bayramov, Xarici İşlər naziri. Məcnun Məmmədov, Kənd Təsərrüfatı naziri. Fərid Qayıbov, Gənclər və İdman naziri. Rövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidenti. Vüsal Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi. Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri. Əfqan Cəllov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarə Heyətinin sədri. Milli Məclisin 10-a yaxın deputatı, 2 icra başçısı, 3 rektor, bir neçə bank müdiri və şirkət direktoru da Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.